1992-ci il dekabr ayının 22-sində Prezident Əbülfəz Elçibəyin təklifi ilə Milli Məclis Azərbaycan Respublikasının dövlət dilinin türk dili olması ilə bağlı qanun qəbul edir. Beləcə Stalinin əmri ilə aradan qaldırılan türk dili rəsmi olaraq dövlət dili elan olunur. Bu qərardan dərhal sonra Əbülfəz Elçibəyin ünvanına böhtan və hücumlar başlayır. Cəmi 3 gün sonra Araz və Zərdüşt Əlizadə qardaşları tərəfdarları ilə birlikdə Milli Məclisin qarşısında türk dilinin dövlət dili olmasına etiraz etməyə başlayırlar. Daha 4 gün sonra isə prezident seçkilərində Elçibəyin rəqibi olmuş Nizami Süleymanov dilimizin adının türk dili olmasına etiraz edərək siyasətə qayıtdığını elan edir. Bu hadisə həmin dövrdə baş verən antimilli müqavimət kampaniyalarından biridir. Elçibəyə yaxşı adam idi, amma siyasətçi deyildi deyirlər. Siyasətçi olmaq bir tərəfə, həmin dövrün insanlarının neçə faizi Elçibəyin bu addımını dəstəklədi və onun yanında dayandı. Elçibəyin addımı səhv idimi? Dövlət dilimiz türk dili olmalı deyildimi? Biz hansı dildə danışırıq? İndi sonradan türkçü və turançı olanlar o vaxt niyə bu addımı dəstəkləmirdi? Elçibəy yaxşı siyasətçi idi, amma onu anlayıb yanında dayananlar olmadı. Sizcə, dövlət dilinin türk dili olması ilə bağlı qərar səhv addım idi? Hörmətlə, Mübariz. Dəfələrlə mən bildirmişim. Ben Moskva ve Tahran çocukları ile iş görmem.